Salam dostlar. Bu gördüğünüz video test videosudur. Çünkü özümə vlog kamerası almak isterdim ama bir an dayandım ve fikirləşdim. Mən vlog kamerası aldıktan sonra onunla çəkəcəm, neyse paylaşacağım, yoksa suvenir kimi qalacaq. Ona göre bunu ilk telefonla çektim ve edit eləyib paylaşacağımsa vlog kamerası almağı dəqiqləşdirəcəm. Burada bir işleyen insanın altı bazarı necə keçir onu paylaşdım. İlk önce Sibriz'e getdik. Səhər yeməyi elədikdən sonra biçə keçdik. Biçdə biraz kitab oxudum, biraz dediyim 50 plus vərəq oxudum. Daha sonra biraz meyvə yedik, yemək yedik, istirahət elədik. Oradan çıxdıqdan sonra birbaşa Ağşəhərə gəldik. Orada yerləşən Subway-dən sevdiyim sandviçi aldıktan sonra yaxınlıqdakı parkda sandviçimizi yemeye başladık. Sonra eve yola düştük. Evde biraz vakit geçirdikten sonra könlüme kofe düştü. Gün ərzində 2 stakan kofe içirəm. Ama bugün istisna oldu. Çünkü səhər kofe, gün orta matcha, indi isə kofe içdim. Bu artıq 3 stakan kafein deməkdir. Neyse kofeini çox sevirəm. Kofeini içib enerji yığdıqdan sonra isə idman matımı sərirəm və balans boardla məşğul oluram. Bu çox çətindir. Bu test videosu olduğuna göre növbəti günə keçdik. Bu mənim hazırladığım protein pankekdir. Americano ile içirəm, çox dadlı olur. Ve günorta yemeği için Şuşabəndə yola düşürük. Şuşabənd Bakıda mənə görə ən sevdiyim restoranlardan biridir. Yeməkləri hər zaman çox dadlı olur. Qiymətləri isə keyfiyyətə görə çox münasibdir. Hər getdiyimizdə standart olarak bu fincanı sifariş edirəm. Çox dadlıdır. Buradan çıktıktan sonra kofemi alıp ondan sonra eve yollanıram. Bu vlogu paylaşacağımsa, yaxşı alınarsa vlog kamerası alacağım.